Salam dostlar. Bizim bugünkü dərsimiz mezoid dövrü olacaqdır. Mezoid dövrü eradan əvvəl 12-ci, eradan əvvəl 8-ci minillikləri əhatə edir. Mezoid dövrünə aiddir. Burada insanlar əsas məşğuliyyəti nə olubdur? Yığıcılıq, ovçuluq, balıqçılıq. Mezoid dövrünün ən böyük kəşfi ox və kaman ixtirası olubdur. Ox və kaman. Ox və kamanın ixtirası olubdur. İnsanlar heyvanları daha uzaq məsafədən ovlaya bildilər. Ox və kaman kəşfi nəticəsində təhlükəsiz əldə edilən ov sayəsində qida ehtiyatı xeyli artdı. Heyvanlar əhəlləşdirilməsinə başlandı. İnsanların heyvanları əhəlləşdirməyi öyrənməsi ibtidai maldarlığın əsası qoyuldu. Mezoid dövründə birinci ibtidai maldarlığın əsası qoyuldu. Həm yazıram, həm deməkdə məqsədim odur ki, sizin daha çox yadınızda qalsın, daha çox uğurlar əldə edəsiniz və sizin üçün də faydalı olsun. Sonra ilk əkinçilik vərdişləri yaranması ibtidai əkinçiliyin əsası qoyuldu. İkinci, ibtidai əkinçiliyin əsası qoyuldu. Sonra İbtidai maldarlığın və əkinçiliyin əsasını qoyulması ilə mənimsəmə təsərrüfatından istehsal təsərrüfatına keçidin əsası qoyuldu. Mənimsəmədən biraz qısa yazacağım. İstehsal təsərrüfatına keçidin əsası qoyuldu. Sonra əsas əmək alətləri daş, dəvə, göz və sümükdən hazırlanırdı. Həndəsi formalı kəsici mikrolit. Mikrolit də kiçik daş alətlərdir. Daş alətləri meydana gəldi. İnsanlar sümükdən biz, oxucu və balıq ovlamaq üçün harpun düzəldirdilər. Axirət dünyasına inam artdı. Dəfn zamanı qəbirlərə məişət əşyaları və ibadətlə bağlı iri daş büt qoyulurdu. Mezoid dövrünün əhalisinin yaşayış məşğuliyyəti Qobustan və Qazaxlı Damcılı mağarası əsasında öyrənilmişdir. Qobustan və Qazax əsasında öyrənmişdir. Qobustandakı qəbirdən birində tapılmış daş büt göstərir ki, Mezoid dövrü insanları axirət dünyasına inanmış, dəfn zamanı ölülərin yanına məişət əşyaları qoymuşlar. İndi isə istehlak, yəni mənimsəmə təsərrüfatı nədir? İstehsal təsərrüfatı nədir? İstehlak mənimsəmə təsərrüfatı insanların ovçuluq və yığıcılığı ilə məşğul olması, yəni təbiətdən hazır məhsullar hazır şəkildə mənimsəməsi, istehlak etməsidir. Bu mənimsəmə təsərrüfatı, yəni hazır şəkildə. İstehsal təsərrüfatda insanların təbiətin yaratdığı məhsulları təşkil istehsal etməsi, onların əkinçi və maldarlıqla məşğul olmasıdır. Demək, Azərbaycan mezoid dövrünə yaşayış məsələləri Bəxtiyar Qobustan düşərgəsi, bir də Qazaxda Damcılı mağarası. Qobustan düşərgəsində burada insanlar ovçuluq, yığıcılıq və balıqçılıqla məşğul olmuş, çaxmaq daşı və sümükdə mikrolit əmək alətləri hazırlamış, ağac içini oyaraq qayıqlar düzəltmişdilər. Damcılı mağarasında isə burada insanlar mezoid dövrünə aid daş alətlər, kiçik ölçülü oxucuları tapmışdılar. Mezoid dövründən bu qədər. Həm yazdım, həm sizə danışdım və inanıram ki, sizin üçün daha çox fayda olurlar. Sizlər də abunə olun, paylaşın, dəstək olun və belə videolarımız davamlı olacaqdır.